Dünyada elə bir insan yoxdur ki, hamı tərəfindən sevilmiş olsun. Mütləq bir şəxs bəzi insanlar tərəfindən sevilir və bəzi insanlar tərəfindən sevilmir. Bu normal bir haldır, normal bir vəziyyət. Amma yox, mən bu cür düşünsəm ki, hamı tərəfindən mən hökmən sevilməliyəm, onda ümumiyyətlə insanın həyatı həyat olmayacaq. Hamı tərəfindən sevilmək üçün hamının istədiyi kimi görsənməyə məcburuq biz. O zaman biz həyatımızı özümüz üçün yox, biz həyatımızı başqaları üçün yaşamağa məcbur oluruq. Məsələn, Həsəni görür, Həsən məni görəcək, onun xoşuna gələn bir tərzdə danışıb geyinim və yaxud da ünsiyyət qurum. Qəfər məni görəcək, onun xoşuna gələn bir tərzdə geyinim, keçinim və ünsiyyət qurum. Və bu kimi, yəni hər kəsi mən görəcəm, onunla ünsiyyət tutmağa çalışacağam, onun məni sevməsi üçün o məni necə görmək istəyirsə o cür olum. Bu təbii ki, o zaman həyatımı özüm üçün yox, həyatımı həmin şəxs üçün yaşamağa məcburiyyətli olmağım deməkdir. Normalda bəlkə də bir çox insanlara desək ki, sənin daxilində belə bir inanc var, daxilində belə bir düşüncə var, bəlkə də qəbul eləməz, deyər ki, yox. Amma dediyimiz kimi bu şuur altında olan məsələlərdir deyə insan çox zaman fərqinə vara bilmir həmin mövzuların və həmin məsələlərin. Ona görə insanın özünü tanıması, öz fərqindəliyi bu qədər önəmli və əhəmiyyətli məsələlərdən biridir. Mən mütləq hamı tərəfindən sevilməliyəm, mən mütləq hamı tərəfindən bəyənilməliyəm. Bu inanc və düşüncə insan həyatında insanın özünə nifrətinin yaranmasına səbəb olur, insanın depressiyaya düşməsinə səbəb olur, insanın özgüvəninin və özünü qiymətləndirilməsinin həddən artıq aşağı düşməsinə səbəb olur. Və bu hamısı insanda yaranan psixoloji problemlərdir. Bu problemlər, psixoloji problemlər də insan həyatını çətinləşdirir.